Herkese salam. Biz bugün sizinlə güvən nəşriyyatı sınaq 8-ci suallarına baxırıq. 31-ci sualda bildirir ki, x oxu boyunca düz xəttlə bərabər yavaş hərəkət edən cisim K nöqtəsindən keçən andan 20 saniyə sonra M nöqtəsinə çataraq dayanır. K nöqtəsini keçən anda cismin sürətinin modulunu hesablayın. Deməli, başlanğıc anda koordinat -20, M nöqtəsinə çatanda 80. Nə baş verir? S bərabərdir 80 çıxılsın -20, bu da edir 100 metr. Bizə bildirir ki, M nöqtəsinə çatan anda dayanır. Demək ki, burada sürət 0-dır. Bizdən K nöqtəsində, yəni başlanğıc sürəti soruşur. S bərabərdir V plus V0 bölə 2 vuraq T düsturunda. Son sürət 0 olduğu üçün və yazıram 100 bərabərdir VT bölünsün 2. T'nin də yerinə 20 yazsam, olacaq 20 böl 2. V də bərabərdir 10 metr bölünsün saniyə. Doğru cavab olur C variantı. 32-ci sualda bildirir ki, çevrə üzrə bərabər sürətlə hərəkət edən iki maddi nöqtə xətti sürətləri V1, V2, 3, V1 bucaq sürətlərinin nisbətini hesablayın. Deməli, V bərabərdir omega vurulsun R. Omeganı mən buradan tapsam, V bölünsün R. Deməli, burada V2, omega 2-nin omega 1-ə nisbətini tapıram. Omega 2 böl omega 1 yazıram. V2 bölünsün V1 vurulsun R1 bölünsün R2. V2 böl V1. V2'nin yerinə yazıram 3V1, V1. R1 2 bölgüdür. Bizə deyir ki, bölgülər arası məsafə bərabərdir. Olacaq 2. R2 isə 3 bölgüdür. Vurulsun 3. V'lər getdi. Qaldı cavab 3'lər də xısa getdi. Qaldı cavab 2. 33-cü sualda bildirir ki, yer səthinə aşağı yuxarı atılmış üçün maksimal qalxma hündürlüyünün başlanğıc sürətindən asılı qrafiki hansıdır? H bərabərdir V0-ın kvadratı bölü 2G. H maksimal başlanğıc sürətdən parabolik asılıdır. B variantı. Sabit 12 Newton dartı qüvvəsinin təsirli üfüqi səthi üzərində hərəkət edən 5 kq kütlə cismin sürətinin modulunun zamandan asılı asılığı bu şəkildədir. Cismə təsirinin sürtünmə qüvvəsini hesablayın. Gördüyümüz üzrə V0-ımız 1-dir, təcilimiz 4. Cisim yeyinləşən hərəkət edir və dartı çıx F sürtünmə bərabərdir MA-ya. Məndən nəyi soruşur? F sürtünməni. F sürtünmə bərabərdir F dartı çıxılsın MA. Dartı qüvvəmiz 12 Newton, MA-mız olacaq M 5 kq, A 4. Bir dəqiqə başlayın. A 4 yox, 0.4. 0.4. Bu da edir 12 çıxılsın 2, 10 Newton. D variantı doğru cavabdır. 35-ci sualda çəkisiz yaya bağlanmış cisim həmər mail müstəvi səthi üzərində tarazlıqdadır. Cismin kütləsi 600 qram olarsa, yayda yaranan elastiklik qüvvəsinin modulunu hesablayın. Deməli, aşağıya doğru bir mg'miz var, ağırlıq qüvvəmiz. Bir də səthə paralel olan nə var? Mg sinus alfamız var. Bir də səthə perpendikulyar olan mg kosinus alfamız var. Və yazıram F nəyi tapıram mən? F elastikliyi. Tarazlıqda olduğunu bildirirsə, F elastikliyi nəyə bərabərdir? Səthə paralel olan qüvvəyə. Yəni mg sinus alfaya. Bu da mg 0.6 vurulsun J10 sinus alfa 0.6. Bu da edir 3.6 Newton A variantı. 36-cı sualda çəkisiz linç tarazlıqdadır. T 600 olarsa F1 qüvvəsinin qiymətini hesablayın. F1'in qolu 2 bölgü. Bu hissə 2 bölgü. Yazıram 2F1 bərabərdir. Bu hissə isə dayağı qədər 4 bölgü. 4F2. F2 bərabərdir F1 böl 2. Deməli, T gərilmə bərabərdir F1 plus F2'dir. F2'nin yerinə yazıram. Deməli, T bərabərdir F1. F2'nin yerinə yazacağım 0.5 F1. Bu da edir 1.5 F1. F1'i tapanda T'ni 600'ə bölürəm. Yəni 1.5'i başlayın. 600'ü bölürəm 1.5'ə. Bu da bərabərdir. 6000 böl 15. Bu da edir 400 Newton. D variantı. Faydalı şəmsal 40% olan mühərrikin tam gücü 8 kW'dır. Bu mühərrikin 10 saniyə ərzində gördüyü faydalı işi hesablayın. Deməli, eta bərabərdir A faydalı böl A tam vur 100%.
Burada A faydalı bölünsün. N vur T vur 100% yazırıq. A faydalını tapsam nə edirəm? Deməli 40-ı etanı vururam. 8-ə vururam 10-a. Bölürəm 100-ə. Bu edir 32 kilojoule. Çünki burada sıfırlar ixtisar gedir. Qalır B variantı. 38-ci sualda əvəzləyici qüvvəni gördüyü kinetik enerjidən asılı qrafik hansıdır? A bərabərdir F vur S. S bərabərdir V kvadratı böl 2A. V kvadratını buradan tapsam 2AS. Gətirib yerinə yazsam F vurulsun 2AS. S'in yerinə yazıram V'nin kvadratı bölünsün 2A. Və kinetik enerjini də buradan əvəz etsəm nə olacaq? V kvadratı bərabərdir 2Y kinetik bölünsün M. Gətirib yerinə yazsam olur F bölünsün 2A vurulsun M. Yuxarıda da 2Y kinetik. Demək ki, iş kinetik enerjidən düz mütənasib asılıdır. A variantı. Başlanğıc halda daxili enerjisi 10 kilojoule olan, yəni U0 10 kilojouledur. Xarici qüvvələr 2 kilojoule iş görür. Prosesin sonunda ideal qazın daxili enerjisi U bərabərdir. Delta U bərabərdir Q plus A-dır. Q'miz 0 olduğu üçün delta U nəyə bərabərdir? A-ya. Və U minus U0 bərabərdir A-dır. U bərabərdir A plus U0. 2 plus 10, 12 kilojoule. Y variantı. 40-cı sualda suda üzən 6 kg kütləli cisim ətəsinə əvəzləyici qüvvə və Arximed qüvvəsinin qiymətini hesablayın. 6 kg kütləli cisim suda üzdüyü üçün F Arximed bərabər olur F ağırlığa və bu da 6, daha doğrusu mg'dir. Bu da edir 6 vurulsun 10, 60 Newton. Demək ki, nəymiş? Arximed qüvvəsi 60 Newtondur. Ağırlıq qüvvəsi də öz növbəsində 60 Newtondur. Və burada əvəzləyicini tapanda nə edirəm? Arximeddən ağırlığı çıxıram. İkisi də bərabər olduğu üçün fərq 0 edir. Arximeddə tapmışam 60 Newton. 41-ci sualda müəyyən temperaturda nisbi rütubəti 40% olan havadakı su buxarının sıxlığı 12 qram böl metr olarsa, həmin temperaturda doyan su buxarının sıxlığı Fi bərabərdir rho böl rho 0 vur 100%. Və burada doyan su buxarının sıxlığı rho 0'dır. 12 böl 40 vurulsun 100%. 0 getdi, qaldı 30 qram böl metr kub. C variantı. Qızılın ərimə istiliyinin onun kütləsindən asılı qrafiki lambda vur m'dir. Ərimə istiliyi lambdadan və m'dən düz asılıdır. Bizə m'dən istədiyi üçün C variantı. Nüvəsində böyük proton, 6 neytron və elektron təbəqəsində 2 elektron olan bor ionunun yükünü hesablayın. İonun yükü bərabərdir protonun sayı çıxılsın elektronun sayı. Proton çıxılsın elektron, 5 proton çıxılsın 2 elektronu var deyil. Yerdə qaldı 3. 3'ü də vuracaq elementar yükə. Yəni sayını tapanda, daha doğrusu yükünü tapanda Q'nü vuracaq elementar, Q'nü tapanda N'ı vuracaq elementar yükə. 3 vurulsun 1 onda 6, 10 üstü mənfi 19. 4 onda 8, 10 üstü mənfi 19 B variantı. 44-cü sual tutumu 6 mikrofarad olan kondensatorun lövhələr arasında gərginliyi hesabla. Arıcıl birləşmə olduğu üçün yüklər bərabərdir və gərginlik U bərabərdir U1 plus U2'dir. Bir də burada yüklər bərabər olduğu üçün bunu bir kənara alaq. Bunun yerinə yazıram S1 U1 bərabərdir S2 U2. S1, buna S1 desəm, buna S2 desəm olacaq 6 vur U1 bərabərdir 12 vur U2. U1 bərabərdir 2 U2'yə. Məndən nə istəyir? U1'in qiymətini. Deməli 24 bərabərdir. Burada U2'ni əvəz eləsəm, U2 bərabərdir U1 böl 2. Gətirib burada yerinə yazıram. Yazıram U1 plus U1 böl 2. Hər tərəfinə 2'yə vursam 48 bərabərdir 2 U1 plus U1. 3 U1 bərabərdir 48'ə. U1 bərabərdir 16 volt. C variantı doğru cavabdır.
Verilmiş müstəvi kondensatorun tutumunun onun enerjisinin asılıdır. Verilmiş müstəvi kondensator bildirdiyi üçün tutum sabitdir. 46. Naqil lənkəsindən keçən elektrik yükünün zamandan asılı qrafikinə əsasən cərəyan şiddəti. Yükün zamandan asılı qrafikinə əsasən cərəyan şiddəti 8 və 4 olduğu üçün cərəyan şiddəti olur 2 amper. 47-ci sual verilmiş mis naqilin uzunluğunu 2 dəfə azaldanda onun müqaviməti və xüsusi müqaviməti. Müqavimət rho L böl S-dir. Xüsusi müqavimət uzunluqdan asılı olmadığı üçün dəyişməyəcək. Müqavimət isə uzunluq 2 dəfə azaldığına görə 2 dəfə azalacaq. E variantı. 48-ci sual. Bir cins maqnit sahəsinin verilmiş nöqtələr, göstərilmiş istiqamətlərə daxil olan proton təsirinin Lorentz qüvvəsinin qiyməti. F Lorentz bərabərdir QVB sinus alfa. Və burada paralel olarsa bilirik ki, paralel olduğu zaman sinus 0 alır. Məsələn 0 dərəcədir, sinusun ədədi qiyməti 0 olur və Lorentz 0-a çevrilir. Demək ki, həmin giriş V3-ə aiddir. 3 olanlarda nədir? D, Y, C variantı ola bilər. Gələk F1 və V1 və V2 ilə daxil olun. Proton sadəcə bir yük fərqli şəkildə daxil olur və protonlar. Deməli, və burada V1 V2-yə bərabərdir. V3-ə bərabərdir. Üçü də bir-birinə bərabərdir. Burada məsələ nə olacaq? İkisi də perpendikulyar daxil olduğu üçün sinus 90 dərəcədə 1 alır və ikisi də QVB olacaq. Demək ki, F1 F2-yə bərabərdir, F3 0-dır. Weber böl amper. Weber bölünsün amper, amper. Deməli, Weber maqnit seli, amper isə cərəyan şiddəti. Bu da olur induktivlik. Maqnit selinin belə bir düsturu var. Fi bərabərdir Li. Orada da induktivliyi tapıb olub fi böl I. Doğru cavab Y variantı. Verilmiş sarğazdan keçən elektrik yükü miqdarı qanun ilə dəyişir. Sarğazın maqnit sahəsinin enerjisi 40 olarsa maqnit selini tapın. Deməli, maqnit sahəsinin enerjisi deməli, burada fi I bölünsün 2-dir düsturumuz və bizdə maqnit selini istəyir. Bizim cərəyan şiddətimiz də yoxdur. Cərəyan şiddətini Q-dən tapacağıq. Yükün zamana görə törəməsi bizə verir cərəyan şiddəti. Yəni 5T-nin törəməsi bizə verir 5 amperi. Və burada gətirib yerinə yazsaq 40 bərabərdir. Daha doğrusu 40 vur 10 üstü 3 bərabərdir. Fi vurulsun 5 10 üstü mənfi 3 bölünsün 2. Fi'ni buradan tapsam 10 üstü 3'lər getdi. Bununla 5 ilə 40 getdi, qaldı 8. Fi də bərabər olur 16 Weber. D variantı. 50-ci sual. Rəqs konturunda sərbəst rəqslərin tezliyi nü, sarğazda cərəyan şiddəti, amplitud qiyməti İM, kondensatorda yükün amplitud qiymətini hansı ifadə ilə təyin edilir? Deməli, I bərabərdir. I max bərabərdir. Q max vurulsun omega. Q amplitud qiyməti vurulsun omeganın yerinə yazırıq 2pi nü. Buradan yükün amplitud qiymətini tapsaq I max bölünsün 2pi nü. D variantı doğru cavabdır. Şərti işarələrlə verilmiş cihazlar üçün Euler-Venn diaqrama uyğun ifadələri müəyyən edin. Vakuum diodudur 1. İkinciyə uyğun oldu. Yarım keçirici dioddur. Birinciyə uyğun oldu. İş prinsipi P-in keçisinə əsaslanır. Birinciyə uyğundur. 3. Dövrədən bir istiqamətli keçiriciliyə cərəyan keçməsini təmin edir. Bu da olur hər ikisinə. 2, 3, 1, sonra 4. 53-cü sual açar sözlərdən uyğun ardıcıllıqla istifadə etmək. Deməli, sabit həcmdə ideal qazın dəyişmə prosesi adlanır. Sabit həcm deyirsə izoxordur 2. Sabit temperatur ideal qaz halının dəyişmə prosesi. Sabit temperatur deyirsə izotermikdir 1. İzoxorik prosesdə verilmişlə ideal qaz təzyiqi onun temperaturu ilə düz mütənasibdir 3. Sonra izotermik prosesdə verilmişlə ideal qaz onun həcmi ilə düz mütənasibdir. Təzyiq həcmi ilə düz nə idi? Tərs mütənasibdir 4. Təzyiqlə həcm tərsdir. Bu da getdi. Deməli 2, 1, 3, 4. Cimə tətbiq edilmiş 4 qüvvənin əvəzləyicisi modulunu hesablayın. F1 və F2. F1 və F3 bu 12, bu isə 4. Bu 3, bu isə 9.
F1 ilə F3-ün əvəzləyicisini tapsaq, əks istiqamətdə yönəldiyi üçün çıxacağıq. Bu tərəfə 8 Newton qalacaq. Bu getdi artıq. F4 ilə F2-nin əvəzləyicisi deməli yuxarıya doğru 6 Newton. Bunlar ikisi də getdilər. Yerdə qaldı 6 Newtonla neçə Newton? 8 Newton. Və bunların ikisinin də yekun əvəzləyicisi olacaq kök altında ikisinin cəmi. Yəni 8-in kvadratı plus 6-nın kvadratı. Bu da eləyir kök altında 100. Buradan da çıxır 10 Newton. 55-ci sualda O tarazlıq nöqtəsi ətrafında rəqs edən yaylı rəqqasın bir tam rəqs ərzində getdiyi yolu. Bir tam rəqs ərzində gedilən yol 4xm vurulsun n bərabərdir. 4xm bir amplitud O tarazlıq nöqtəsi olduğu üçün bu aradakı məsafədir. Bu da 35-20 15 sm. 4 vur 15 vurulsun 1. Bu da edir 60 sm. 56-cı sualda bir cins elektrik sahəsi tərəfindən müsbət nöqtəvi yüklərə təsir edən qüvvələrin qiymətləri və yüklərin yerləşdiyi nöqtələrə uyğun sahə intensivlərin modulları arasındakı hansı münasibət doğrudur? Bildirir ki, Q2 Q1-dən böyükdür. Sahə bir cins sahə olduğu üçün Y1 bərabərdir Y2-dir. Yəni biri 5-dir və Q2 Q1-dən böyük olduğu üçün təbii ki, nə olur? F2 də F1-dən böyük olur. Bu da olur birinci. Yəni cavabımız olur 1 və 5. 57-ci sual uyğunluğu müəyyən edin. Sabit gərgin mənbəyin rezistor və termistor qoşulub. Eyni vaxtda həmin termistoru və həm də rezistoru qızdırdıqda. Rezistoru qızdırsaq, metallar temperaturla müqavimət düz asılıdır. Deməli, burada nə baş verəcək? Müqavimət artacaq. Burada isə müqavimət azalacaq. Müqavimət azaldığı üçün I1-in cərəyan şiddəti artır, I2 azalır. Səbəb nədir? Çünki I bərabərdir U bölünsün R-dir. İndi baxırıq. Bizə bildirir ki, voltmetrin göstərişi dəyişməz. Çünki bir hissədə cərəyan şiddəti artar, birində azalar. Yekunda burada gərginlik voltmetri bağlanır və voltmetrin göstəricisi sabit. Rezistorun müqaviməti artır. B. A və B getdi. Termistorun müqaviməti azalır. C. A1 ampermetrin göstəricisi artır. D. A2 ampermetrin göstəricisi isə azalır. E variantı. 58-ci yazılı test tapşırığı, situasiya tapşırığı. Çəkisiz ipdən asılmış düz bucaqlı paralelipiped şəklindəki cisim bir cisim tarazlıqdadır. Bu halda ipdə yaranan gərilmə qüvvəsi 20 Newtondur. Deməli, buradakı gərilmə qüvvəsi 20 Newtondur. Şəkil 1-də. Kranı açmaqla qabda CD səviyyəsinə qədər su doldurulur və şəkil 2. Bu tarazlıq halında isə ipdə yaranan gərilmə qüvvəsi 12 Newtondur. Və cismin həcmini desimetr kubu ilə hesablayın. Burada 20-dən 12-yə gəlməsinə səbəb odur ki, Arximed qüvvəsi təsir edir. Arximed nə qədər təsir edir? F Arximed bərabərdir T1 çıxılsın T2. Bu da olur 20 çıxılsın 12, 8 Newton. Və F Arximed bərabərdir Rho maye V cisim J'yə. Tam batdığı üçün bir dəfəlik V cisim yazırıq. Və burada yazırıq 8 bərabərdir Rho maye 10 üstü 3 V cisim. Onsuz da V cisim axtarırıq, vurulsun 10. V cisim bərabərdir 0,8 vur 10 üstü mənfi 3 metrin kubu. Və desimetrə çevirsək 0,8 desimetrin kubu olacaq. Cavab 0,8. 59-cu sualı yer səthinə müəyyən başlanğıc sürətlə şaquli yuxarı atılmış cismin kinetik potensial enerjilərinin asılı qrafikini çək. Şaquli yuxarıya doğru atılırsa, burada kinetik enerji, potensial enerjidən bu şəkildə bir qrafikimiz çəkək. Deməli, Y kinetik enerji, Y potensial enerji və qrafikimiz bu şəkildə olur. Uc nöqtələri nə olur? Y tam enerji. Bu nöqtədə Y tam enerji olur. Burada 0. Bura bir A nöqtəsi qeyd eləsək, ixtiyari A nöqtəsi üçün kinetik və potensial enerjilərin cəmi
tam enerjiyə bərabərdir. Tam enerjiyə bərabərdir. Yəni ki, mv'nin kvadratı bölü 2 plus mgh bərabərdir y tama. 60-cı sualda silindrik qabda porşen altında qalan su buxarı izotermik genişlənməsi zamanı halının dəyişməsi koordinatlarında təsvir edilmişdir. 1, 2, 2, 3 hissələrinə uyğun su buxarının kütləsi necə dəyişdiyini yazın. Deməli, 1-dən 2-yə olan prosesdə bura doyan buxardır. 2-dən 3-ə olan prosesdə isə doymayan buxardır. İndi burada 1-dən 2-yə keçən prosesdə 1-dən 2-yə su buxarının kütləsinin necə dəyişdiyini yazın. Deməli, m bərabərdir rho v-dən baxsaq, rho sabitdir, həcm artdığı üçün kütlə artır. Buxarın kütləsi artır. 2-dən 3-ə keçən prosesdə isə yenə də bu düsturdan gəlsək, burada baxırıq, rho azalır, yəni sıxlıq azalır, həcm isə artır. Burada isə m dəyişmir. Belə, diqqətiniz üçün təşəkkürlər. Növbəti izahlarda görüşənədək.